Salam dəyərli müəllim və müdavimlər, hər vaxtınız xeyir olsun. Mən Fidan İskəndərova. Bugün sizləri 1 saat müddətində bütün proqramla tanış etmək istəyirəm. Proqrama lazım olan, proqrama aid olan bütün planlar ekranda yazılıb. Bir-bir hər birinin adını sizlərə tanış etmiş olacağım. Bəlkə də hansısa bir mövzu adı sizə tanış gəlməsin, bu nə olan şeydir desəz, onu da rəy bölməsinə yazın. Biz sizə gec olmadan köməklik etmiş olaq. Hətta həmin izahın da daha ətraflı, həmin mövzunun daha ətraflı izahını da sizlərə göndərmiş olaq. Vaxt itirmədən başlayaq. Deməli, fonetika bölməsi üzrə bizə nələr lazımdır? Samitləri düzgün tanımaq, istər eyni cinsli, istər müxtəlif cinsli qoşa samitlər, ümumiyyətlə 23-lük qaydası nə olan şeydir, onu bilməliyik. Eyni cinsli qoşa samitlər, məsələn, addım, yetdi, mütəkkə, bu tiplərdir. Müxtəlif cinsli qoşa samitlər, məsələn, kəşfiyyatdakı şıfı ola bilər, dastan ola bilər, usta ola bilər, həftə ola bilər. Bunların hər kəs tələffüzünü bilməlidir. Yadda saxlayaq, sadəcə əsas məqamları mən sizə deməyə çalışacağam burada. Eyni cinsli qoşa samitlərin özü tələffüzünə görə 3 böyük qrupa bölünür. Eyni cinslilərdən bəziləri tələffüzün mütləq dəyişir, bəziləri heç vaxt dəyişmir. Biri də var ki, tələffüzün dəyişə də biləcək, dəyişməyə də biləcək. Bəli, məntiqlə bizim 23 samitimiz varsa, 23 ədəd eyni cinsdən qoşalıq hazırlaya bilərik. Və o 23 ədəd qoşalığı da dediyimiz kimi 3 böyük qrupa bölürük tələffüzünə əsasən. 23 ədəd eyni cinsli qoşa samitlərdən qoşa q, qoşa ç, qoşa t, bir də qoşa p. Bu qoşalıqlar tələffüzünü mütləq şəkildə dəyişir. Məsələn, 9 yazsam tələffüzü olacaq 9, 8 yazsam tələffüzü olacaq 8, hətta, tap, bıltı. Deməli, 23 ədəd eyni cinsli qoşa samitlərdən 4 dənəsi bunlardır və tələffüzlərini hökmən mütləq şəkildə dəyişirlər. Bir dənə qoşalığımız var ki, qoşa y tələffüzün dəyişə də biləcək, dəyişməyə də biləcək. Əgər qoşa y kökdə gələrsə tələffüzünü dəyişməz, şəkilçidə gələrsə isə qoşa y-nın biri düşər. İstisna varmı? Var, amma istisnalar imtahanda bizim qarşımıza çıxmayacaq. O səbəbdən də, məsələn, hədiyyə sözündə qoşa y kökdə gəlib deyə tələffüz dəyişmir, amma mənəviyyat, ədəbiyyat, bu tiplərdə qoşa y şəkilçidə gəlib deyə tələffüzdə y-nın biri düşmüş olacaq. Bax, 23 samitimizdən 4 dənəsinin tələffüzü dəyişənlər sırasında öyrəndik. Bir dənə qoşa y-nı tələffüzü dəyişə də bilər, dəyişməyə də bilər, bu sırada öyrəndik. Yerdə qaldı 18 ədəd eyni cinsdən olan qoşalıq. Qoşa b, qoşa s, qoşa m, qoşa f, qoşa d və s. Görün nə qədər çoxdur. Hamısını saymağa ehtiyac yoxdur. Cəmi 1 saat vaxtımız var. 1 saata sığdırmalıyıqsa, yerdə qalan nə qədər eyni cinsli qoşa samitlər varsa, bilin ki, nə olur olsun sözün kökündə gəldiyi məqamda tələffüz dəyişmir. Xiffət, cabbar, addım, yetdi, hamısı tələffüzünü olduğu kimi saxlayır. Müxtəlif cinsli qoşa samitlərdən nələri bilməliyik? Bax, elə o bizim ikinci punktumuza da daxildir. Müxtəlif cinsli qoşa samitlər tələffüzünü bu formada dəyişir. Məsələn, dastan sözü dastan, həftə sözü həftə formasına tələffüz olunursa, qaydamız bu formadadır. Sözün ortasında 2 müxtəlif çar samit gələrsə, tələffüzdə birincisi olduğu kimi qalır, ikincisi isə öz qarşılığı ilə əvəz olunur. Yəni 2 kardırsa, ikincisi öz cingiltili qarşılığına keçir. Məsələn, aşkar yazılır, aşkar olur. Dəftər yazılır, dəftər deyə tələffüz olunur. İmtahanın sevimli sualları mütəkkə sözünün tələffüzü olub, dastan, həftə. Bunlar kəşfiyyat sözünün tələffüzü imtahanda soruşulub. Kəşfiyyat olacaq. F-vıya keçir, yıllardan da biri düşür. Daha sonra dastan olursa, həftə olursa, hər birinin tələffüzü məncə artıq sizlərə məlumdur. Xahiş edirəm, mütləq şəkildə bax, imtahana bunları bilmədən getməyin. Hansı isə problemdirsə gec olmadan ya müzakirə qrupuna yazın, ya da bu izahın rəy bölməsinə yaza bilərsiniz. Daha sonra növbəti qızıl və vacib qeydlərdən biri sözün sonunda G, K hərfinin gəlməsi. Yadda saxla, sözün sonunda G hərfi gəlirsə, sənin 2 dənə qapın var. 2 qapıdan biri mütləq seçilməlidir. Sənin həmin sözün ya K səsin verəcək, ya K, başdırıqdır bu, ya K səsin verəcək həmin söz, ya da X səsin verəcək. Məsələn, deyirəm ki, moruq. Səncə moruq sözü
iki qapıdan hansını tələffüz elətdirər? Moruq sözünün tələffüzü bu məntiqlidir, yoxsa bu? Əlbəttə ki, moruq olmaz, moruq olar. Bax, üfüq sözü. Səncə sonu q ilə bitir də bu qapını seçək, yoxsa bu qapını? Ay müəllim, mən üfüq sözünü olduğu kimi tələffüz eləmək istəyirəm. Ay müəllim, mən üfüq sözünü q səsi ilə tələffüz eləmək istəyirəm. Olmaz. 2 dənə qapın varsa, sənin axı 3-cü qapın yoxdur. 2 övladım var. 3-cü övlada meylənəcəksənmi ki, bu övladdan gedim soruşum nə isə. Axı 3-cü övlad deyə bir gerçək yoxdur. O səbəbdən də 2 qapı varsa, ya bu qapıdır məntiqli, ya da bu qapıdır. O səbəbdən, məsələn, mən deyirəm moruq sözünü tələffüz elə deyəsən, başqa yolum yoxdur. Moruq. Deyəcəm şəfəq sözünü tələffüz elə deyəsən, şəfək. Deyəcəm üfüq sözü deyəsən, üfüq. Bu tələffüz hansı tələffüzlərə aiddir, hansı nümunələrə aiddir? Söz ya tək tənha gəlsin, ya da sözə samit artırasan. Tək tənha, bir də samitlə başlayan nəsə artırdığın q ilə bitən sözlərin hamısına aiddir ki, ya bu cür, ya da bu cür tələffüz olunacaq. Əgər sən bunlara, yəni sonu q ilə bitən sözlərə sait artırmaq istəyirsənsə, hə, o zaman başqa nümunələr, başqa versiyalar düşünmək lazımdır. Məsələn, moruq sözünə sait artırmaq istəyirəm. Tələffüz necə olar? Əlbəttə ki, moruğa, q olur orada. Məsələn, moruq iyi, əlbəttə ki, moruq iyi kimi tələffüz olunur. Yəni, sən sonu q ilə, k ilə bitən sözlərə saitlə başlayan ya şəkilçi, ya da söz artırsan, tələffüzü necə olar deyirsənsə, dilindən çıxan tələffüzə güvənməlisən. Burada xüsusi bir ideya, xüsusi bir qayda, xüsusi bir kitabdan oxumağa bir gərək yoxdur. Nə olur olsun, bunlara, bax, bunların hər ikisinə saitlə başlayan şəkilçi, saitlə başlayan söz artıranda dilindən, danışığından nə çıxırsa ona güvən. Moruğa, q, moruq iyi, q. Şəfəqin, q, bitdi. Deməli, məhz bu tələffüz nə vaxt oldu? Həmin sonu q ilə bitən söz ya tək tənha gəlibsə tələffüzün soruşanda bunlardan biridir, ya da samitlə başlayan söz, samitlə başlayan şəkilçi artıranda bax tələffüzü bunlardan biri olacaq. Yox, əgər mən sait artırsam, istər şəkilçi, istər söz, fərq etməz. Tələffüzü mənim danışığıma əsasən, nə danışıramsa, nəyi eşidirsənsə, qulağın danışanda hansı səsi eşidirsə, tələffüzü həmin səs olacaq. Sonu k hərfi ilə bitən nümunələr də var. Məsələn, sonu k ilə bitən sözlər əsasən x səsini verir. Məsələn, ürək, böyrək, dipçək və s. Bax, x səsini verir əsasən. Ya tək tənha gələndə belə olur, ya da bunlara mən samitlə başlayan şəkilçi və yaxud da söz artıranda tələffüzü x olur. Bəs sonu k ilə bitən sözlərin başqa cür tələffüzü olarmı? Bəli, olduğu kimi qalar. Yadda saxla. Bütün tək hecalı sonu k ilə bitən sözlərin tələffüzü olduğu kimi qalır. Tək, tük, kürk, bunların hamısı tələffüzünü olduğu kimi saxlayır. Daha sonra davam edək. Hansı qaydaları bilməliyik? Sözün ortalığında belə bir hərf birləşmələri var. N, m, n, b, r, l, s, l, z, l. Bunların tələffüzünü bilməliyik. Çünki mütləq düşə bilər. Dinməz tələffüzü olacaq dinməz 2 m ilə. Şənbə tələffüzü olacaq şənbə. Qarlı tələffüzü olacaq qarlı. Səsli tələffüzü olacaq səsli. Qazlı tələffüzü olacaq qazdı. Əla. Saitlər, eyni cinsli qoşa samitlərin tələffüzü. Eyni cinsli qoşa samitlərin tələffüzü məhz imtahana nə düşür? Eyni cinsli qoşalıq. Məsələn, saat, maaş, bu tiplər tələffüzündə birinci sait olduğu kimi qalır, ikinci sait düşür və yerinə uzanma gəlir. Yəni, maaş sözü 2a ilə yazılsa da, tələffüzündə birinci a olduğu kimi qalır, ikinci a düşür, yerinə uzanma gəlir və ş da yerində qalır. Açıq saitin qapalı saita keçmə qaydası. Bəli, məsələn, babaya, nənəyə, gözləyir. Bu tiplərdə tələffüzdə açıq sait qapalıya keçmiş olacaq. Məsələn, babıya, gözləyər və s. olmuş olacaq. Bunun da qaydası belədir. Saitlə bitən istənilən sözə, saitlə başlayan istənilən şəkilçi artıranda, bax burada da saitlə bir dəqiqə, saitlə bitən istənilən sözə, saitlə başlayan istənilən şəkilçi artıranda artıq o bitişdə olan açıq sait var, bitən hissədə olan açıq sait tələffüzdə qapalıya keçir. Bütün nümunələrə aiddir bu qayda, istisna yoxdur.
Daha sonra V, A, H, H ən məşhur bizim terminlərimizin toplusudur bu. Fes Akademiyaya məxsus olan bir qısalmadır. Vah, yəni vurğu, ahəng qanunu, heca hərflərin sayı. Bunlar nə olur olsun yazılışa əsasən aparılır. Məsələn, sənə bir söz verəcək, o sözün vurğusunu, ahəng qanununa tabe olub olmamağını, hecalarının sayı, hərflərin sayı, bunlar səndən soruşularsa, mütləq şəkildə yazılışa baxmalısan. Qətiyyən deyə bilmərsən ki, məsələn, gözdüyər sözündə vurğu içə düşür. Axı, gözdüyər o sözün tələffüzdür. Biz deməliyik ki, gözləyər sözündə vurğu sonuncu hecaya düşür. S, səslər, saitlər, samitlər nə olur olsun tələffüzə baxılıb götürülür. Məsələn, desəm ki, usda sözündə 2 kar samit var. Sən deyəsən ki, səhv danışırsınız ay müəllim. Çünki biz tələffüzə baxanda usda formasında tələffüz olunur və kar samitin sayı 1'dir. O da s-dır. Deməli, nə olur olsun sözdə neçə səs var, neçə sait, neçə samit var. Hamısını siz tələffüz əsasında baxıb tapmalısınız. Daha sonra davam edək. Açıq, qapalı, dodaqlanan, dodaqlanmayan, incə, qalın saitləri tam əzbərlədiyimizdən əmin olmalıyıq. Çünki 1-2 sual bu formada ən asan sualdan düşür. Yəni, bəzən müdavim müəllim bu suala gülüb keçsə, diqqətsizlikdən səhv yaza bilər. Yadda saxlayaq bizim saitlərimizin sayını. A, I, O, U, E, Ə, İ, Ö, Ü. Ümumi 9 saitimiz var. Açıq saitlər A, E, Ə, O, Ö. Qapalı saitlər I, I, U, Ü. Dodaqlanan saitlər O, U, Ö, Ü, dodaqlanmayan saitlər A, E, Ə, I, I. İncə saitlər E, Ə, I, Ö, Ü, qalın saitlər isə A, I, O, U sayılır. Kar cingilti samitlərin bölgüsünü tam bilməliyik. Yadda saxlayaq. Gecə, jaləyə, mağazadan, qab, ver cümləsində nə qədər samit varsa, hamısı cingiltilidir. Burada olmayan nə qədər samit qaldısa, hamısı kardır. Yadda saxlayaq. L, M, N, R sonor samitlərdir. L, M, N, R, H 5 dənə samitində qarşılığı yoxdur. H-nın cingiltili qarşılığı yoxdur. L, M, N, R-nın isə kar qarşılığı yoxdur. Samit qoşalığından bəli, bayaq yuxarıda əslində danışdıq. Əslində biz bu hissədə samit cütlüyündən danışmalıyıq. Samit qoşalığı ilə samit cütlüyü arasında əlaqə. Yadda saxlayaq. Samit cütlüyü nə deməkdir? Məsələn, yazıram bura küsgün. Bax, bu sözdə samit cütlüyü var. Samit cütlüyü əlbəttə ki, samitin adı çəkilən kimi tələffüzə baxırdım axı. Samit cütlüyü tələffüzdə bir-birinin qarşılığı sayılan samitlərin varlığı. Yəni, küsgün sözündə faktiki olaraq samit cütlüyü var. Məsələn, hətda, tıdı qarşılıqda axı, burada da samit cütlüyü var. Fəvvarə, fıv, burada da samit cütlüyü var. Saz, sızı, söz, sızı, burada da samit cütlüyü var. Samit cütlüyü bərabərdir bir-birinin qarşılığı sayılan samitlərin olması. Məncə fonetikadan bu qədər bəsdir. Dəyərli müəllimlər, ola bilər də fonetikadan hansısa hissə sizə qarışıq qalsın. Müzakirə qrupuna yaza bilərsiniz və yaxud da bu izahın, bu videonu paylaşdığım yerin rəy bölməsinə yaza bilərsiniz. Biz söz vermişik ki, sizə 1 saatda bütün proqramı təkrarlatdırmalıyıq, tanış etməliyik ki, biləsiniz harda nə var, nə yox. Amonim sözlər, tək mənalı, çox mənalı sözlər, sinonimlər, antonimlər, frazeoloji birləşmələr, onların amonimliyi, sinonimliyi, antonimliyi, kökü sayılı amonim olan sözlərə aid tiplər, amonim kimi götürülə bilməyən sözlər, nə vaxt amonimlərdə kökə, nə vaxt başlanğıca baxmalıyıq. Leksikanı gəlin bir 5 dəqiqə ərzində təkrarlayaq. Deməli, amonim sözlər, sən bir sözə baxıb 2 müxtəlif həqiqi məna tapmalısan. Sən bir sözə baxıb vurğuların belə eyni yerdə saxlayan 2 söz tapmalısan. Başlanğıc formaların belə eyni yerdə saxlamalısan. Nə olur olsun, bircə hərf belə onlarda fərqlənməməlidir. Əks halda sən amonimliyin qaydasını pozursan. Məsələn,
Məsələn, ümumi isimlərin xüsusiyə keçməyi var. Tutaq ki, deyirəm ki, cahan sözü dünya, cahan, kainat mənasındadır da, düzdürmü? Ümumi isimdir. Mən onu öz övladımın adına qoymuşamsa, artıq orada eyni məzmun qalıb da. Mənim övladımın adının leksik mənası dünya, cahan, kainat, aləm deməkdir. O səbəbdən də ümumi ismin xüsusi ismə keçidi əslində amonim sayılmır. Daha sonra paronimlər var, daha sonra amograflar var. Yəni vurğu dəyişirsə, başlanğıc forma üst-üstə düşmürsə, o amonim ola bilməz. O səbəbdən səndən xahişim odur ki, mütləq amonimləri araşdıranda, amonimləri seçmək lazım olanda mütləq vurğularına bax, mütləq başlanğıc formalarına bax. Əgər söz qarşındakı söz tək hecalıdırsa, orada bu qədər beyin yormağa ehtiyac yoxdur. Çünki bütün tək hecalarda vurğu məcburən eyni hecaya düşür. Çünki tək hecadır axı. Bütün tək hecalarda başlanğıcda eyni söz olur. Yəni tək hecalarda beynini bu qədər yandırma. O ki, artıq qarşında iki hecalı tipli sözlər var, əsərdir, nə bilim başqa gəlin tipli sözlərdir. Bunlarda artıq mütləq vurğunda yoxla, mütləq başlanğıc formasında yoxla. Daha sonra nə vaxt amonimlərdə kökə, nə vaxt başlanğıca baxmalıyıq? Şərt sənə necə verilibsə ona uyğun davran. Məsələn, kökü amonim olan sözü seç desə, sən məsələn bu sözü seçə bilərsən əlbəttə ki, güldəki. Bax, kökü amonimdir də. Amma güldəki sözün verirsə, desə ki, bu söz amonimdirmi, deyəsən ki, xeyr. Çünki güldəki sözünün başlanğıcı elə güldəki sözünün özüdür və bu da əlbəttə ki, amonim sayılmaz. Yəni mütləq şəkildə bu şərtə baxanda başlanğıca baxıb baxmamağı şərtlə müəyyən elə. Şərtdə standart formada amonimi seç deyirsə və yaxud da başlanğıcına görə amonimi seç deyirsə, sən mütləq sözə başlanğıc olaraq baxmalısan. Amma kökü amonim deyirsə, yəni sənin şərtdə kök açarı varsa, o zaman əlbəttə ki, kökə baxmalısan. Kök demədiyi müddətdə, kök demirəmsə, başlanğıca bax. Və çox vaxtda fikir versə kök demir, deyir elə amonimləri seç. O zaman əlbəttə ki, başlanğıca baxmalısan. Daha sonra sinonim və antonimlərdən müdavimlərimiz nələri bilməlidir? Nə olur olsun sinonim və antonimlər eyni nitq hissəsində qalmalıdırlar. Hər kəs bilir ki, sinonimlər yaxın mənalı, antonimlər əks mənalı sözlərdir, amma bununla da bitmir də. Nitq hissələrini eyni saxlamalıyıq bunların. Bunların kökləri eyni qalmamalıdır. Məsələn, gəl-gəlmə antonim deyil. Çünki köklər eyni qalıb. Məsələn, bisavad, savadsız sinonim deyil. Çünki köklər eyni qalıb. Nə olur olsun sinonim və antonimlərdə nitq hissəsini eyni saxla. Bir də köklər eyni qalmasın. Yaxşımı? Eyni qalmağı alınmaz. Tək mənalı və çox mənalı sözlər həqiqi məcazi mənalı sözlər sayılır elə. Başqa adla tək mənalı və çox mənalıdır. Məsələn, nədənsə xoşun gəlir, başlayırsan onun xüsusiyyətini köçürürsən cansıza. Məsələn, insanın gözü, şkafın gözü. Sənin insandakı əsas orqan saydığın hansısa orqanı cansıza köçürürsənsə, o artıq məcaziləşir. Yalançılaşır da belə deyək. Məsələn, insanın ayağı şkafın ayağı, insanın qolu çayın qolu, insanda gördüyün görüntünü cansıza köçürən kimi olur çox mənalı söz. Bəli, elə həqiqətən də böyük bir ehtimalla insandan götürürlər o bənzətmələri, insandan köçürürlər cansıza. Məsələn, qızıl saat, bir də var qızıl əllər. Artıq mən qızıl saatın o qızıllığını sevdim. Onu götürürəm, deyirəm ki, qızıl əllər. Bəli, bu formada yadda saxlayaq. Amma bir bu ipucunu yadda saxla ki, nə məcazi sayılar, onun həqiqisini tapsan. Məsələn, telefon məcazi niyə sayılsın ki, sən telefonun başqa bir izahını bilirsənmi? Xeyr. Amma göz məcazi sayılar, çünki insanın gözü deyə bir həqiqi varlıq var. Sonra mən deyirəm ki, şkafın gözü. Və yaxud da ayaq çox mənalı sayılar, çünki insanın ayağı var. Sonra deyirəm ki, stolun ayağı. Amma telefondur, ağacdır, bunlar məcazi sayılmazlar. Daha sonra, məsələn, belə bir ifadələr var ki, kökü sayla amonim olan sözləri göstər. Məsələn, bax, bunun özünün kökü saydır da, düzdürmü? Minlik kökü saydır. Minliyin kökü saydır. Bir də var, deyirəm ki, məsələn, deyirəm ki,
minərkən. Bax, artıq minərkənin kökü say deyil ki, sayla amonim olan bir feildir. Yəni, biri var sənə deyim ki, kökü sayı göstər, deyəsən ki, minlik, yüzlük, onluq və s. Bir də var ki, deyirəm ki, mənə kökü sayı yox, kökü sayla amonim olan başqa nitq hissəsini göstər. Hə, o zaman sən artıq mənə kökü sayı yox da, kökü sayla olan, amonim olan tamam başqa bir nitq hissəsini göstərirsən. Frazeoloji birləşmələr nələrdir? Frazeoloji birləşmələr məcazi birləşmələrdir. Frazeoloji birləşmələr məcazi feillərdir. Cin atına minmək, hirsi başına vurmaq, gözündən pərdə asmaq və s. bunlar frazeoloji birləşmələrdir. Bəs amonim frazeoloji birləşmələr nələrdir? Sən artıq bir ifadədən bir məcazi yox, iki məcazi izah verməlisən. Əgər bir ifadədən biz iki məcazi izah verə biliriksə, o amonim frazeoloji birləşmə, yəni iki qat frazeoloji birləşmə adlanır. Məsələn, söz vermək, ürəyi getmək, işə düşmək. Bu formada olanlar iki qat frazemdir, yəni amonim frazemdir, amonim frazeoloji birləşmədir. Məsələn, söz verirəm ki, siz sabah yüksək nəticə toplamış olacaqsınız, bu zaman bir məcazi. Bir də var ki, sözü verirəm Abbasova Zöhrəyə, buyur Abbasova Zöhrə, bu suala izah ver. Biri var, yəni söz vermək, vəd vermək, yəni sizə vəd verirəm ki, hər şey yaxşı olacaq. Bir də var ki, çıxışa dəvət etmək, çıxışı verirəm, estafeti ötürürəm filan kəsə ki, filan suala cavab ver. Əla, bu hissələr haqqında da belə. Daha sonra davam edək müdavimlərimizlə 3-cü bölməmizə. Leksika getdi, indi isə başlayaq söz yaradıcılığı hissəsinə. Söz yaradıcılığından müdavimlərimiz nələri bilməlidir? Sözləri, düzəltmə və mürəkkəb sözləri bir-birindən necə fərqləndirək? Yadda saxla, nə olur olsun, mürəkkəb sözlərdə minimum 2 müstəqil söz birləşməlidir. Məsələn, deyirəm ki, məsələn, xoşbəxt. Xoşbəxt. Bəli, bu əlbəttə ki, mürəkkəbdir. Bəzən müdavim buna bir leksik şəkilçi artıranda ilişib qalır ki, bu mürəkkəbdir, yoxsa düzəltməlidir. Dəyərli müəllimlər, söz artıq mürəkkəbdirsə, ona nə qədər leksik, nə qədər qrammatik artırırsan artır, o yenə də mürəkkəbliyin qoruyur. Bu şəkilçiyə fikir vermə, bu söz yenə də xoşbəxtlik, xoşbəxt yenə də mürəkkəb sayılır. Daha sonra söz nədən yaranmışdır ifadəsi. Bax, söz nədən yaranır? Fərq etməz. Hansı sözü versin. İlk olaraq o sözü sintaktik quruluşuna görə, tərkibinə görə təhlil edirsən. Nə olur olsun, sözün nədən yarandığını bilmək üçün ən son leksiki silirsən. Onsuz da qrammatiklər işə yaramır. Ən son leksiki silirsən, yerdə qalan hissədə nə nümunə varsa o sənin cavabındır. Məsələn, deyirəm ki, duz, sus, luk. Duzsuzluq sözü nədən yaranıb deyəndə ən son leksiki silirsən, deyirsən ki, duzsuzluq sözü duzsuz sözündən yaranıb. Yəni qısa və konkret hardadır bu? Söz nədən yaranmışdır deyəndə mütləq ilk işin sözü düzgün kök və şəkilçiyə ayırmaq və ən son leksik şəkilçini silmək lazımdır. Ay müəllim, sözdə cəmi bir leksik varsa nə edim? Elə o leksiki sil, yerdə qalan sənin cavabındır. Ay müəllim, sözdə heç leksik yoxdursa, bu suala cavab nədir? Sözdə heç leksik yoxdursa, bu sualı sənə verməzlər. Sözün başlanğıc forması necə tapılır? Sözün başlanğıc forması yenə də ənənəyə sadiq qalaq, sözü kök və şəkilçiyə ayıraq və elə edək ki, bütün leksiklər içəridə olsun. Bax, başlanğıc forma budur. Bütün leksiklərin içəridə olduğu məqam sənin başlanğıc formandır. Ay müəllim, bəs sözdə leksik şəkilçi yoxdursa, köklə başlanğıc eyni şeydir. Ay müəllim, sözdə kök, qrammatik, sonra leksik gəlirsə nə hadisə baş verər? O zaman eybi yox. Yenə də bütün leksiklər içəridədirsə, o ortada qaynayan qrammatikin bir problemi yoxdur. Məsələn, yazıram ki, əmimgil. Əmimgil sözündə, baxın, sözdə qrammatik şəkilçi də var ortalıqda. Olsun da bizim qeydimiz, qaydamız dəyişmir. Nə olur olsun, bütün leksiklər içəridə olmalıdırsa, mən bunu necə araya pauza qoya, belə eləyə bilmərəm ki, əmi bir, gil bir. Belə bir şey yoxdur ki, məcburiyyətdən day bütün leksiklər içəridə olsun deyə əmimgil birbaşa başlanğıc formada sayılacaq. Bitişdirici samitlər əsas və əsas olmayan funksiyası nədir? Bitişdirici samitlər əsasən saitləri birləşdirir. Məsələn, deyirəm ki, əmi sözü əmisi olur da, düzdürmü? Saitləri birləşdirir.
Bitişdirici samitin funksiyası sadəcə bunlara təkan verir, bunları birləşdirir. Əmi-i olmasın deyə əmisi olur və əmisi sözündə bitişdirici samiti bax bu formada şəkilçiyə qoşaraq da belə deyək də qrammatik şəkilçi kimi götürmək olar. Sözün kökü necə tapılır? Bax, nə olur olsun, sənin qarşında nə söz olmağından asılı olmayaraq, məsələn, yazıram bura duzsuzluq. Sözün kökünü düzgün tapmaq üçün sən kök zənn etdiyin hissə ilə ümumi hissənin bağına bax. Mütləq var. Varsa düz yazmısan. Duzla duzsuzluğun arasında bir kristal duz parçası var da, deməli sən kökü düz tapmısan. Məsələn, yazıram bura balıq. Yazıram bura balıq. Axı balla balıq arasında əlaqə yoxdur. Kökü düz tapmaq üçün kök kimi şübhələndiyin sözə, bir də ümumi sözə bax. O sözlə ümumi sözün arasında əlaqə varsa, əla, yoxdursa, deməli sən kökü səhv tapmısan. Burada balla balıq arasında əlaqə yoxdur deyə bu söz quruluşca sadəcə kökdən ibarətdir və sadə sözdür. Hansı şəkilçilər həm parçalanır, həm də parçalanmır? Yadda saxlayaq. Lan, lən, laş, ləş, ıntı, inti, untu, üntü, ıl, il, ul, ül, ış, iş, uş, üş. Bu şəkilçilər, bir də it, it, ut, üt. Bu şəkilçilər hərdəm xəyaldır. O fonetikada qoşa yıllar var idi. Ha, sözün kökündə gələrsə tələffüzü dəyişmirdi, şəkilçiyə gələrsə tələffüzü dəyişirdi. Bunlar da onlardan geri qalmır. Bu şəkilçilər ya iki leksik, ya da bir bütöv leksik kimi tanınır. Bu şəkilçilərin baxın, burasından ayırıb da o ayırdığınız yerə magmək artıra biləcəksinizsə, deməli bu şəkilçilər 2 dənə leksik kimi tanınacaq. Ayıra bilmərsinizsə bir leksikdir. Məsələn, yazıram bura nə? Vidalaşdı. Vida sözün kökü. Baxın, bu hissədən ayırmağa çalışıram. Bax, çünki ayırmağa çalışdığımız hissələrə aid nümunədir. Vidalamaq sözü var. Xeyr, vidalamaq sözü yoxdur deyə mən artıq vida sözünə kök kimi baxıram. Laş birlikdə leksik, d qrammatikdir. Amma mən bura yazsam ki, salam, salamlaş, salam sözün kökü, laşın arasına magmək qoya bilirəm də. Salamlamaq, salamlaşmaq. Deməli, burada 2 leksik şəkilçi var deməkdir. Daha sonra müdavimlərim nəyi bilməlidir? Eyni köklü sözlər nədir? Eyni köklü sözlər, bax, loru dildə izah edəcəm. Bir neçə söz verilir, 3 dənə, 4 dənə söz sırası verilir. Orada nə edirlər? Eyni söz, bax, köklər eyni olmalıdır. Eyni söz. Eyni sözlərə müxtəlif leksik şəkilçilər artırmaq lazımdır. Məsələn, gülçü, məsələn, güllük, məsələn, güldan. Aha, bu artıq yeni köklü sözlərdir. Eyni sözlərə müxtəlif leksik şəkilçi artıranda artıq sən eyni köklü sözlər sırasını yaratmış oldun. Amma mən bura yazsam ki, yenə də gül. Belə yazsam, amma bura məsələn gülüş yazsam, bura gülçü yazsam, bura güllük yazsam, artıq bunlar eyni köklü sözlər sırası sayılmaz. Çünki kökləri istəmədən fərqləndirdim. Bax, burada sözün kökü feildir, burada sözün kökü isimdir, burada sözün kökü isimdir. Olmaz belə. Mütləq şəkildə eyni köklü sözlər üçün kökləri eyni məna, eyni nitq hissəsi və həmin sözləri mütləq düzəltmə kimi görməlisən. Əlasız. Davam edək. Müxtəlif forma, müxtəlif məna nə deməkdir? Biri var sizə, mən deyirəm ki, mənə eyni sözün müxtəlif formalarını yazın. Siz o zaman nə edəcəksiniz? Onlara müxtəlif qrammatiklər artıracaqsınız. Məsələn, güldə, güldən, güllər. Bax, eyni sözün müxtəlif mənaları yox, müxtəlif formaları bunlardır. Forma bərabərdir sözə artırılan qrammatik şəkilçi. Yox, əgər eyni sözün müxtəlif mənaları nə deməkdir? Sən yenə də məsələn gül yazırsan, amma indi bu dəfə məqsədimiz məna dəyişmək olacaq. O zaman sən tutaq ki, deyirəm də bunlara isim kimi baxırsansa, gülçü yaz, güllük yaz, güldan yaz. Bunlar artıq eyni sözün müxtəlif mənalarıdır. Bu da oldu məna deyəndə leksik, forma deyəndə qrammatik şəkilçi. Qoşularaq nitq hissəsini dəyişmək nə deməkdir? Məsələn, elə söz seç ki, elə şəkilçi seçək ki, qoşulanda sözə nitq hissəsini dəyişsin. Məsələn, duz sözünə
lu qoşanda bu şəkilçi artıq qoşularaq sözün nitq hissəsini dəyişdi. Əvvəl sözümüz isim idi, lu qoşuldu, həmin sözümüz oldu sifət. Və yaxud da qoşularaq quruluşu dəyişmək. Məsələn, yenə yazıram, duzlu sözündə lu sözə qoşularaq onun quruluşunu dəyişdi. Məsələn, sadə söz idi, lu gələrək bu sözü nə etdi? Düzəltmə elədi. Ay müəllim, onsuz da leksik şəkilçi qoşularaq belə edirdi. Həmişə xeyr, həmişə belə etmir. Məsələn, duzluluq sözündə faktiki olaraq luq leksikdir, amma gəlişi ilə quruluşu dəyişmədi. Bilirsən niyə? Söz əslində əvvəl sadə idi. Lu gəldi, o söz oldu düzəltmə. Luq gələndə yenə də düzəltməliyə davam elədi. Deməli, duzluluq sözündə quruluşu dəyişən şəkilçi lu şəkilçisi, quruluşu standart saxlayan şəkilçi isə luq şəkilçisi olmuş olacaq. Məncə hələ ki yaxşı gedirik. Məncə hələ ki vəziyyət əladır. Davam edək. İzah yararlı olursa bəyənməyi də, videoya öz dəyərli fikirlərinizi yazmağı da unutmayaq. Əla, gələk artıq morfologiyaya, gələk artıq sizlərlə morfologiya bölməsindən müdavim nəyi bilməlidir ki, imtahanda bu sualı düzgün yazsın? Necə bilək ki, söz isimdir? Mütləq şəkildə istər isim, istər sifət, say, əvəzlik hamısına aiddir. Sözün başlanğıc formasını tapmalısan. Sözün hansı əsas nitq hissəsi olması üçün onun başlanğıcına hörmət qoymalısan. Başlanğıca fikir verməlisən. Məsələn deyirəm, bura yazıram gözəllər, bir də var yazıram gözəllik. Bunların hansı nitq hissəsi olduğu bizə maraqlıdır. Hər ikisinin başlanğıca baxıb qərar verəcəm. Gözəllərin başlanğıcı gözəl. Bu deyir ki, mən isim deyiləm, sifətəm. Gözəlliyin başlanğıcı gözəllik. Bu isə deyir ki, mən sifət deyiləm, isiməm. Yəni, bütün əsas nitq hissələrinin hansı əsas nitq hissəsi sayılması üçün sən mütləq şəkildə başlanğıc formaya baxmalısan. Bəli, və bu gerçəyi də unutma ki, metal material bildirən sözlər mütləq isimdir. Mendeleyev cədvəli var idi kimyada. O Mendeleyev cədvəlindəki bütün metallar, qeyri-metallar hamısı isimdir. Materiallar da, məsələn, gümüş, taxta, dəmir, bunlar da hamısı isimdir. Gəl belə bir qısa yolu da bil. Gümüş, qaşıq. Əgər bunların arasına dən artıra bilsən, məsələn, gümüşdən olan qaşıq, qızıl üzük yıxılacaqdım, qızıldan olan üzük. Taxta qaşıq, taxtadan olan qaşıq. Belə bir artım edə bilirsənsə, bil ki, onlar da isimdirlər. İsmin kateqoriyaları cəm, mənsubiyyət, hal, xəbər. Hal və mənsubiyyətin fərqləndirilməyi, mənsubiyyət şəkilçiləri, nəyin qabağına öz əvəzliyi qoya bilirsənsə, o söz mütləq mənsubiyyət şəkilçisi olan sözdür. Məsələn, məqsədim, öz məqsədim, fikrimiz, öz fikrimiz, dəftəri, öz dəftəri. Bəzən müdavim nəyi çaşdırır? Deyir ki, ay müəllim, dəftərində sözü, yəni dəftərini sözü, axı bu adlıqdır. Deyirəm, niyə? Deyir ki, bəs öz dəftərini deyə bilirəm. Dəyərli müəllim, öz dəftərini deyə bilirsən, amma diqqətli ol. Dəftər, dəftəri, dəftərini. Bu hissəyə qədər mənsubiyyət var. Amma burada artıq təsirli var da. Mən ona artıq adlıq deyə bilmərəm, axı o artıq təsirli haldır. Yadda saxlayın bu qızıl qeydi. Mənsubiyyəti tapmaq üçün qarşıya öz əvəzliyin qoyanda cümləni tam oxumalısınız. Natamam oxusaz alınmaz. Məsələn, deyirəm ki, dəftəri. Dəftəri sözündə bilmirəm ki, mənsubiyyətdir, yoxsa təsirli haldır. Dəftəri ver desəm, burada axı mənsubiyyət deyil, öz dəftəri ver deyə bilmərəm. O səbəbdən də dəftəri ver mənsubiyyət deyil. Dəftəri evdə qalıb, öz dəftəri evdə qalıb deyə bilirəm və ona bəli, mən mənsubiyyət deyə bilirəm. Yəni, qısa və konkret mənsubiyyət isbatı üçün qarşıya öz qoyanda cümləni mütləq tam oxu, natamam oxusan aləm dəyəcək bir-birinə və yaxud da hər mənsubiyyət şəkilçisi olan söz adlı hal deyil. Məsələn, bax, burada mənsubiyyət var, amma bu söz təsirlidədir. Mənsubiyyət şəkilçisi olan söz o vaxt adlı hal sayılar ki, avtomatik o sözdə başqa heç bir hal kateqoriyası olmasın. Dəftərində sözündə həm mənsubiyyət, həm yerli varsa mən buna niyə adlıq deyim? Dəftərində sözü yerlidir. Dəftərini sözündə həm mənsubiyyət, həm təsirli varsa mən buna nə haqla adlıq deyim? Yəni, dəftərim adlıqdır. Dəftərimiz adlıqdır. Niyə? Çünki burada başqa bir hal şəkilçisi yoxdur. Tez-tez sadə baxıram ki, vaxtımız qalsın.
Daha sonra, bəli, mənsubiyyəti haldan fərqləndirmək üçün cəmi bu şəkilçilərdir. I, i, u, ü, ın, in, un, ün. Bunlardır ki, həm mənsubiyyətdə, həm də halda var. Bunları da fərqləndirmək üçün həmin sözlərin qabağına öz əvəzliyi qoyub və cümləni də tam oxumaq lazımdır. Toplu isimlər, bəli, əhali, cəmaət, ilxılar, bu tip toplu isimlər var ki, məzmununda, tərkibində cəmliyi var. O ingilislərdə var kökdən dəyişən cəm isimlər. Bu da öz içində dəyişən cəmlərdir. Əlavə olaraq da larlər bəzilərini artırmaq olar. İlxılar, sürülər, xalqlar və s. İkiyəcəli sözlərdə saitin düşünməsi, bəli, bu cədvəldə mütləq şəkildə əzbərləyin ki, baxın, insanın bədən üzvləri və könülün, qaynının, ağıllı, oğlu. Bax, insanın bədən üzvləri ağız, alın, beyin, boyun, burun, çiyin, əyin, ovuc, qoyun, qarın bədən üzvlərimizdir və dediyim kimi könülün, qaynının, ağıllı, oğlu. Bu dediyim, sadaladığım bütün sözlər yalnız saitlə başlayan mənsubiyə şəkilçisi artırdığımız zaman kökdəki saitini itirir. Amma bu cədvəl o qədər rahat cədvəldir ki, bu cədvəl deyir ki, yerdə qalan məntiqlə saitin düşürə biləcəyin bütün sözləri bura yaz və de ki, həm saitlə başlayan hal, həm də saitlə başlayan mənsubiyə şəkilçisi artırdığımız zaman burada düşüm hadisəsi baş verər. Daha sonra sifət bölməsində nəyi bilməliyik? Necə bilək ki, söz sifətdir? Dediyimiz kimi başlanğıc formanı tapmaqla başlanğıc formaya uyğun sözün sifət olduğunu bilərik. Məsələn, deyirəm ki, gözəllər, başlanğıcı gözəldir və deyirəm ki, gözəl sözü sifətdir. Dərəcələr, dərəcə əlamətlərini təkrarlamalıyıq. Morfoloji üsul, sintaktik üsul, bunları hamısını kitabdan gec olmadan təkrarlayın. Sadəcə bu gerçəyi unutmayın. Dərəcələri nəyə qoşmalıyıq? Sifətə. Bəzən çaşırlar, dərəcə funksiyasını ismə qoşurlar. Olmaz. Məsələn, kəm hövsələ azaltma deyil, çünki hövsələ sözü isimdir. Kəm şirin azaltmadır da, çünki şirin sözünü düz eləyib kəm sözü ilə birləşdirmişik. Və yaxud da bəzən çaşıb deyirlər ki, bumbuz çoxaltmadır. Xeyr, bumbuzdakı buzaxı isimdir. Mən ismi niyə çoxaldım? Və yaxud da büsbütün. Axı büsbütün zərfdir. Mən dərəcə əlamətlərini mütləq sifətə qoymalıyam. Dərəcə mövzusu sifətdə var. Bəli, daha sonra davam edək. Sifətin isimləşməsi, sifətin üzərinə ya cəm, ya mənsubiyyət, ya da hal qoyanda o isimləşmə sayılır. Məsələn, deyirəm ki, gözəllər, gözəlimiz, gözəldə, bunlar artıq sifətin isimləşməsidir. Sifətə birbaşa şəxs sonluğu qoymaq onun isimləşməsi sayılmaz. Sifət şəxs sonluğunu götürəndə birbaşa isimləşmə sayılmır. Məsələn, gözəldir, deyəsən ki, gözəldir, necədir? Artıq bunun sualı da bilinir ki, isimləşmədə deyil. Yəni, sifət ya cəm, ya mənsubiyyət ya da halı birbaşa qəbul edəndə. Əlbəttə ki, bunların ikisini də, üçün də bir yerdə qəbul edə bilər, problem yoxdur. Hətta cəmdən sonra şəxs sonluğun, mənsubiyyətdən sonra şəxs sonluğun, haldan sonra şəxs sonluğunu götürəndə yenə də isimləşmə sayılır. Zərflə fərqləndirmək, yadda saxlayaq. Sifəti zərflə problem kimi gördüyümüz yeganə hissə tərzi hərəkət zərfləridir. Yəni, mən maksimum sifəti tərzi hərəkət zərfi ilə qarışdıra bilərəm. Onun da qəşəng bir yolu var. Sifətlə tərzi hərəkət zərfini qarışdırmayasan deyə o həmin tip sözlərə sifət olduğu üçün hansı sualını verəsən, zərfdirsə nə tərzdə sualını verəsən. Bitdi. Yəni, nə tərzdə və hansı sualları sifəti zərflə qarışdırmamaq üçün qəşəng fərqliliklər sayılır. Məsələn, deyirəm, yaxşı oxuyur, yaxşı oxuyur. Bir dənə də yazıram ki, yaxşı qız. Baxın, bu yaxşıları fərqləndirmənin ən qəşəng yolu. Hansı qız deyəndə sifət olduğunu deyirsən, nə tərzdə oxuyur deyəndə zərf olduğunu deyirsən. Açıq-aşkar, açıq-aydın, ala-bula, bu sözləri nəyə görə adi dərəcəli sifətlərdir? Çünki yadda saxla, bunlarda nəsə azalmayıb. Bunların heç birində azalma yoxdur. O səbəbdən bu da çoxalma deyil deyə bunlara mən adi dərəcə deməliyəm. Yəni, açıq normalda azaltmanın ünsürüdürsə, buz sözündə buz isim deyilsə, mən deməli o şərtləri tapdalamışam deyə bunlar deməli yazılan dərəcələrdə sayılmırlar. Daha sonra saydan hansı hissələri bilməliyəm mütləq şəkildə?
Necə bilək ki, söz saydır? Əlbəttə ki, başlanğıc formaya baxmaq lazımdır. Sayın məna növlərini bilməliyik, quruluşca növlərini bilməliyik, isimləşməsini bilməliyik, isimləşmədən xəbər olmasını bilməliyik. Numerativ sözlər, saydan sonra gələn isimlərin tək və cəm olması, sayların düzgün yazılışı. Bunların da hamısını mütləq şəkildə kitabdan da oxuyub təkrarlaya bilərsiniz. Əsasən mənim bugün toxunacağım, imtahanda düşə biləcək hissələr isimləşməsini bayaq sifətdə izah elədik. Saydan sonra gələn isimlər mütləq qəbula düşür, imtahana düşür, düşmədiyi imtahan demək olar ki, olmayıb. Mütləq yadda saxlayaq hansı hissələri. Elə mən bunlara şifah edirəm. Bir sıra bir çox saylarından sonra gələn isimlər hökmən cəmdə olmalıdır. Yerdə qalan birlərlə başlayan saylardan sonra gələn isimlər hökmən təkdə olmalıdır. Məsələn, bir sıra problemlər, bir çox insanlar, bunlar cəmdədir və əla. Amma desəm ki, bir qədər iş, bir neçə iş, biraz iş, bu artıq əlbəttə ki, özündən sonra gələn isimləri təkcə tələb elədir. Daha sonra müəyyən miqdar saylarından sonra gələn isimlər əsasən təkdə olur. Məsələn, 5 maşın, 3 insan və s. Daha sonra sayın şəkilçiləri var. Larla, larca, incı, inci, uncu, üncü. Bu say şəkilçiləri mütləq şəkildə yadda saxlayın. Birincisi leksikdirlər. Məsələn, yüzlərlə, lərlə orada say düzəldən leksik şəkilçidir. Bundan da əlavə sayın şəkilçiləri özündən sonra gələn ismi hökmən yox, 50-50-yə həm təkdə istəyir, həm də cəmdə istəyir. Məsələn, 5-ci sinif doğrudur, 5-ci siniflər doğrudur. Deməli, say şəkilçiləri aid olduğu yanında gələn isimləri təkdə də istəyə bilər, cəmdə də istəyə bilər. Daha sonra qeyd eləyək hansı hissələri. Xeyli, az, bundan sonra gələn isimlər təkdə olmalıdır. Daha sonra çox-çoxlu sözündən sonra gələn isimlər təkdə də ola bilər, cəmdə də ola bilər. Belə. Sayın məna növləri, miqdar sayı, sıra sayı. Miqdar sayı özü 3 yerə bölünür. Müəyyən miqdar sayı, qeyri-müəyyən miqdar sayı və kəsir sayları. Say quruluşca hansı növlərdə ola bilər? Sadə ola bilər, düzəltmə ola bilər, mürəkkəb ola bilər. Belə. Daha sonra hansı hissələrdə sual varsa mütləq şəkildə bilin, amma bunları bilmədən imtahana getməyin. Daha sonra əvəzlikdən hansı hissələri bilməliyik? Necə bilək ki, söz əvəzliyidir? Əzbərləməklə başlanğıc formanı tapacaqsan və onun əvəzli olduğunu əzbərləyib bilməlisən. Tutaq ki, deyirəm, mənlik sözü əvəzli deyil, çünki başlanğıc forması deyir ki, mənim artıq əvəzlikdən xəbərim yoxdur. Məndə sözü əvəzlidir, çünki başlanğıc forması mən, o da əlbəttə ki, şəxs əvəzliyidir. Əvəzliyin məna növləri, şəxs, işarə, ən çox da bu iki növ düşür. Sual, təyini, qeyri-müəyyən. Əvəzi nəyi əvəz eləyir? İsmi də əvəz eləyə bilər. Baxır indi onun sualına. Mən getdim, ismi əvəz eləyən əvəzlik var. O qız getdi, sifəti əvəz eləyən qız var. Elə danışma zərfi əvəz eləyən əvəzlik var. Elə insan sifəti əvəz eləyən əvəzlik var. Məsələn, məni çağırırlar, ismi əvəz eləyən əvəzlik var və s. Əvəzliyin quruluşu da sadə, düzəltmə və mürəkkəb olur. O və bu əvəzliklərdən sonra verginin işlənməsi qaydasına baxaq. O və bu əvəzlikdən sonra verginin işlənməsi üçün mütləq 2 şərtə əməl etməlisən. O və bu mütləq isim sualına cavab verməlidir. Sifətin sualına cavab verə bilməz. O və bu mütləq ismin sualına cavab verir və özündən sonra isim gələrsə vergül qoyulur. Sifət gələrsə vergül qoyulur. Say gələrsə vergül qoyulur. Əvəzlik gələrsə vergül qoyulmur. Feil gələrsə vergül əsasən qoyulmur. Bir dənə feili sifət gələrsə, bax, feillərin içərisində bir dənə feili sifət vergül istəyir. Zərf gələrsə vergül qoyulur. Köməkçilər gələrsə, köməkçilər əsasən vergül istəmir. Əsasən vergül istəmir. Məstər vergül, məstər nə idi? Modal söz vergül istəyir. Demək olar ki. Modal sözlərdən vergül istəməyənlər sanki, elə bil ki, güya ki. Bunlar vergül istəmir. Ədətlərdən təsdiq, inkar ədətləri var. Hə, yox, bəli, xeyr. Bunlar vergül istəyir. Nidalardan çağırış bildirən nidalar əsasən ətrafında vergül istəyir. O, vergül, ay qızım, vergül, mənim bacımdır. Belə tiplər vergül istəyir. Bir daha üstündən keçim. O və budan sonra vergül qoymaq istəyirsə, mütləq o və bu isim sualına cavab verməlidir və özündən sonra isim, sifət, say, feili sifət, zərf, modal söz,
təsdiq, inkar bildirən ədatlar, çağırış bildirən nidalar xitab funksiyasında işlənəndə artıq vergül istəyir. Daha sonra elə belə əvəzliyindən bilməliyik ki, elə və belə heç vaxt sifət və zərf olmaz. Elə və belə əsas nitq hissəsi kimi hər zaman əvəzli olar. Sadəcə biraz əvəzli olaraq çox şaxəlidir. Əvəzli olanda ya sifəti əvəz eləyər, ya da zərfi əvəz eləyər. Elə danışma ifadəsində elə zərfi əvəz eləyən işarə əvəzlikləridir. Elə insan ifadəsində elə sifəti əvəz eləyən işarə əvəzliyidir. Sintaktik təhlil üçün açarlar burada bilməliyik ki, işarə əvəzliyi, sual, şəxs əvəzliyi fərq etməz. Bütün əvəzliklər hansı suala cavab verirsə, cümlə üzvü olaraq da həmin cümlə üzvü olurlar. Məsələn, deyirəm ki, mən getdim, mən mübtəda, məni çağırırlar, məni tamamlıq və s. Daha sonra müdavimlərimlə davam edək. Əvəzliklərin mənsubiyyətə görə dəyişməsi, məsələn, hamımız, hərəmiz, hər şeyi, məsələn, onun hər şeyi, onların bəziləri. Baxın, mənsubiyyətə görə dəyişməsi üçün ona mənsubiyyət şəkilçisi artırıb cümlədə işlətməlisən. Daha sonra davam edək müdavimlərlə. Bax, bunların hamısına aiddir ki, nə sualınız varsa mütləq şəkildə rəy bölməsinə yazın. Gec olmadan bizdən tələb edin. Feilin təsriflənməyən formaları ümid edirəm videomuz çəkir. Əla video çəkir. Feilin təsriflənən formaları, zamanlar, hissəciklər, şəxs onluqları, mürəkkəb feillər, ol, et, bil sözləri nə zaman müstəqil feil kimi işlənir. İdi, imiş, isə hissəcikləri. Feilin zamanları keçmiş, indi, gələcək, bunları mütləq şəkildə bilməlisiniz. Hissəciklər idi, imiş, isə hissəcikləridir. Zamanla hissəcikləri fərqləndirmək üçün hissəcikləri bərpa etmək lazımdır. Məsələn, deyirəm ki, baxırdı. Baxırdı sözünü bu formada dəyişirsən, yazırsan ki, baxır idi. Bax, hissəciyin hissəciyi olduğunu bilmək üçün hissəciyi bərpa et, yəni ixtisardan uzaqlaşdır. Amma sən zaman şəkilçisini bu hala qoya bilməyəcəksən. Bax, baxdı sözünü, bax idi deyə bilmirsən. Deməli, baxdı sözündə hissəciyi yox, zaman var. Amma baxırdı, baxırmış, baxırsa tiplərində sən rahatlıqla baxır isə, baxır imiş, baxır idi deyə bilərsən. Bundan əlavə bir sözdə 2 ədəd zamana oxşar qrammatik şəkilçi varsa, birincisi zaman, ikincisi isə hissəci sayılır. Bu hissələrdə mütləq bilin, bilmədən imtahana getməyin. Hansı hissələrdirsə hamısı ekranda yazılıb, mütləq şəkildə bu hissələrlə də tanış olun. Feilin təsriflənməyən formaları məsdər, feili sifət, feili bağlama. Məsdər həm isimdən, həm də feildən, feili sifət həm feildən, həm sifətdən, feili bağlama həm feildən, həm də zərfdən xüsusiyyətlər götürür. Mütləq məsdər, feili sifət, feili bağlamanın şəkilçilərini əzbərləyin. Şəkilçilərini əzbərləyəndən sonra siz məsdərlə ismi nə olur olsun qarışdırmayacaqsınız. Eyni zamanda feili sifətlə sifəti və feili bağlama ilə zərfi. Onları feili sifəti niyə sifətlə qarışdırmaq olar? Çünki sualları eynidir. Feili bağlamanı niyə zərflə qarışdırmaq olur? Çünki sualları eynidir. Amma nə qədər də sualları eyni olsa belə şəkilçilər eyni deyil. Bu bir. İkincisi, feili sifətdə feil anlayışı var. Feili bağlamada feilin özü anlayışı var, amma sifətdə, zərfdə feil deyə bir şey yoxdur. Məsələn, deyirəm ki, mən yazarkən gəldi. Bir də var, yazıram tez gəldi. Baxın, burada hər iki cümlədə tez getdi. Hər iki cümlədə nə vaxt sualına cavab verən söz var. Amma bunun elə uzaqdan deyir ki, mən feiləm. Bu isə deyir ki, mən zərfəm. Bitdi. Yazarkən gəldi, tez getdi nümunələrdə nə olsun ki, hər ikisi zərfin, zaman zərfinin sualına cavab verir. Biri zərfdir, biri isə feili bağlamadır. Yəni, sən bundan sonra feili bağlama ilə zərfi qarışdırmayasan deyə, feili bağlamanın bir hərəkət olduğu gerçəyin unutma. Feili sifətlə sifəti qarışdırmayasan deyə, feili sifətin feil olduğunu, hərəkət olduğunu heç zaman, heç vaxt gərək unutmayasan. Daha sonra zərf bölməsi. Necə bilək ki, söz zərfdir? Əlbəttə ki, başlanğıc formanı taparaq. Zərfin məna növləri tərz, hərəkət, zaman, yer, kəmiyyət, miqdar. Zərfin qurulucu növləri sadə olar, düzəltmə, mürəkkəb. Yer zərfinin isimləşməsi. Zərf hər zaman feilə aid olur, fikri doğrudurmu? Xeyr, zərf ismə də aid ola bilər. Yer zərfi, məsələn, deyirəm ki, oralara getmə. Baxın, yer zərfi ismin kateqoriyasını götürmüş oldu. Feili bağlama və zərf kimi düşünülən sözlərin fərqləndirilməsi. Qoşa-qoşa, tikə-tikə, dönə-dönə sözləri nə vaxt feili bağlama, nə vaxt zərfdir. Əgər qoşaraq, tikərək, dönərək deyə biliriksə,
bilmiriksə, o zaman fe'li bağlamadır. Qoşaraq, tikərək, dönərək deyə bilmiriksə, o zaman zərfdir. Məsələn, kitablar qoşa-qoşa düzülüb, qoşaraq düzülüb deyə bilmirəm. Deməli, qoşa-qoşa orada zərfdir. Amma deyirəm ki, mən musiqi qoşa-qoşa ev işlərini bitirdim. O zaman mən musiqi qoşa-qoşa, yəni mən musiqi qoşaraq ev işlərimi bitirdim deyə bilirsən və ona sən fe'li bağlama deyə bilirsən. Say və zərfin fərqləndirilməsi. Əgər miqdarımız hərəkəti ölçürsə, hərəkətin miqdarıdırsa zərf, əşyanın miqdarıdırsa say. Məsələn, çox danışır, çox burada hərəkətin miqdarını ölçüb deyə zərf, çox insan çox burada əşyanın miqdarını ölçüb deyə say sayılır. Sifət və zərfin fərqləndirilməsi. Məsələn, gözəl danışır, gözəl qız. Gözəl danışır, nə tərzdə danışır, gözəl qız, necə qız. Bayaq bunu dedik əslində. Hansı sualına cavab verirsə sifət, nə tərzdə sualına cavab verirsə bir zərf var qarşımızda deməkdir. Daha sonra nəyə baxmalıyıq? Köməkçi nitq hissələrinə. Məna növləri mütləq şəkildə əzbərləməlisən, başqa yolun yoxdur. Köməkçi nitq hissəsi ilə ortaq olan köməkçi nitq hissələri. Məsələn, ca həm qoşmada var, həm ədatda var. Məsələn, ilə onun qısalmışı olan lalə həm qoşmada var, həm bağlayıcıda var. Məsələn, ki həm ədatda var, həm bağlayıcıda var. Bax, bunları fərqləndirməlisən. Da həm ədatda, həm bağlayıcıda var. Bu dediyim 4 dənə fərqi bilməlisən ki, imtahanda problemin olmasın. Əsas nitq hissələri ilə ortaq olan köməkçi nitq hissələri. Məsələn, əvvəl, sonra həm zərfdə var, həm qoşmada var. Onları fərqləndirmək üçün bilməliyik ki, qoşma olanda çıxışlı xaldan sonra gəlir, amma zərf olanda müstəqil bir sözdür. Ümumiyyətlə, istər əvvəl, sonra qoşmaları, istər başqa əsas nitq hissəsi ilə köməkçi nitq hissəsini homonimliyi. Bir əsası bir köməkçidən necə fərqləndirirsənsə, bunların hamısını ilə fərqləndirirsən. Məsələn, əsas nitq hissəsi ayrılıqda işlənə bilir, müstəqil olaraq suala cavab verir, düzdürmü? Cümlə üzrə olaraq müstəqil olaraq təhlil edilə bilir, amma köməkçi nitq hissələri bunları edə bilmir. Elə ona görə də bütün əsasları, bütün köməkçilərdən bu formada fərqləndirə biləcəksən. Bitişik yazılan köməkçi nitq hissələri. Məsələn, tək qoşması bitişik yazılır. Məsələn, la qoşması, la bağlayıcısı bitişik yazılır. Məsələn, dək qoşması bitişik yazılır. Məsələn, m sual ədatı əsasən bitişik yazılır. İlə nə zaman qoşma, nə zaman bağlayıcıdır? Əgər iləni və-lə əvəz edirsənsə, və xəbərin cəmdədirsə, o zaman ilə bağlayıcıdır. Yox, əgər iləni və-lə əvəz eləyib xəbəri təkdə görürsənsə, o zaman ilə qoşma sayılır. Bunların hansına aid sual lazımsa mütləq şəkildə gec olmadan müzakirə qrupuna yazın. Söz birləşmələrindən bəli, aslı tərəf var, əsas tərəf var. Birinci tərəf aslı, ikinci tərəf əsas olur. Söz birləşmələrinin quruluşu, iki müstəqil sözün birləşməsi sadə birləşmə, ikidən artıq sözün birləşməsi mürəkkəb birləşməsidir. Məsələn, evin həyəti sadə birləşmə, evin mənzərəli həyəti mürəkkəb birləşmədir. İsmi birləşmə var, fe'li birləşmə var. Yadda saxlayaq. Əsas tərəfi, bax, bir aslı var, bir də əsas var. Əsas tərəfi məsdər, fe'li sifət, fe'li bağlama olan birləşmələr, fe'li birləşmə. Əsas tərəfi isə bunlar olmayan birləşmələr ismi birləşmələrdir. Bu hissənin bir balaca dərinliyi var, amma imtahandan bir gün qabaq bu dərinlik bizə hələ ki lazım deyil. Birinci, ikinci, üçüncü növ təyinli söz birləşmələri. Məsələn, tərəflərin arasında yiyəliyin və mənsubiyyətin olub-olmamağına görə ismi birləşmələri 3 yerə bölürük, təyini birləşmələri 3 yerə bölürük. Birinci, ikinci və üçüncü növ təyini söz birləşmələri. Məsələn, yazıram hərəsinə bir nümunə. Qızıl üzük ifadəsində tərəflər arasında nə yiyəlik var, nə mənsubiyyət, bu birinci növdür. Məsələn, məktəb həyəti ifadəsində tərəflər arasında bu tərəfdə qeyri-müəyyən yiyəlik, bu tərəfdə mənsubiyyət var, bu ikinci növdür. Məsələn, məktəbin binası deyəndə, o zaman bu tərəfdə yiyəlik, müəyyən yiyəlik, bu tərəfdə mənsubiyyət var. Deməli, birinci növ təyini söz birləşməsi, tərəflərin arasında nə yiyəlik var, nə mənsubiyyət. İkinci növ təyini söz birləşməsi, tərəflər arasında qeyri-müəyyən yiyəlik və mənsubiyyət var. Üçüncü növ təyini söz birləşməsinin tərəflər arasında müəyyən yiyəlik və mənsubiyyət var.
Bunların arasında leksik şəkilçilər də ola bilər. Bunların arasında cəm şəkilçisi də ola bilər. Heç bir problemi yoxdur. Birinci növ təyin söz biləşənsinin arasına demək olar ki, heç nə əlavə etmək olmur. Yalnız bir ədadını əlavə eləmək olar. Məsələn, qızıl bir üzük, başqa heç bir şey əlavə eləmək olmaz. İkinci növün arasına heç nə əlavə eləmək olmur. İstisna belə yoxdur. Amma üçüncü növ təyin söz biləşməsinin arasına istənilən qədər söz daxil etmək olar. Bir daha deyirəm, imtahandan bir gün qabaq maksimum dərəcədə bu qədər sürətli ola bilirəm. Siz artıq bunları bilirsiniz. Sadəcə mən təkrarlamaq məqsədi ilə qoşulmuşam bura. Kimin ki bazası zəifdir, bu dəqiqə o izah ona əlbəttə ki maraqlı gəlməz. Mürəkkəb adlarının da PDF-i var. Onu yalnız kitabdan PDF-lə əzbərləmək lazımdır. Daha sonra durğu işarələri bizə lazımdır. Bağlayıcılarda vergül, modal sözlərdə vergül, əvəzliklərdə vergül. Bəli, əvəzliklərin vergülü haqqında bayaq danışdıq. Xitablarda vergül, xitabla modal sözlərin vergülü demək olar ki, eynidir. Xitablar cümlənin əvvəlində, ortasında və sonunda gələ bilər. Eynən modal sözlərdə aiddir. Əgər əvvəldə gələrsə özündən sonra vergül qoyulur, ortada gələrsə hər iki tərəfdən, sonda gələrsə özündən qabaq vergül qoyulur. Bir dənə modal sözdə istisnalar var. Sanki, güya, güya ki, elə bil ki. Bunlar nə əvvəldə, nə ortada, nə də sonda heç yerdə vergül istəmir. Daha sonra bağlayıcılarda vergül yadda saxla. Bax, bu önəmli hissələrdir. Bağlayıcılarda tabirlilik bağlayıcısı var, aydınlaşdırma növü olan tabirlilik bağlayıcısı. Ki, belə ki. Bu bağlayıcılar yalnız bu bağlayıcılar ki, sağ tərəfində vergül istəyir. Amma yerdə qalan bağlayıcılar sağ tərəfində vergül istəmir. Yerdə bütün bağlayıcılar qalıb. Yadda saxla. Məsələn, amma, ona görə ki, ondan ötürü ki, çünki bunların heç biri sağ tərəfində vergül istəmir. Bunlar sol tərəfində vergül istəyir. O da hansı vergüllərdir? Cümlənin bitişinin vergülü. Məsələn, deyirəm ki, istəyirdim, çünki bu mənim məqsədim idi. Artıq istəyirdim sözündən sonra ona görə vergül qoyulur ki, fikir bitir. Məsələn, istəyirdim, fikir bitdi vergül, çünki bu mənim məqsədim idi. Belə cümlələrdə fikir bitir deyə əlbəttə ki, sən vergül qoymalısan. Daha sonra biz dialoqlara fikir verməliyik. Dialoqlarda məsələn deyirəm ki, ana dedi 2 nöqtə. Evə gələndə çörək al. Bax, nə olur olsun, çörək al. Bir dəqiqə. Aha, evə gələndə çörək al. Ay, yox açıq. Nəysə, təzdən yazaq. Ana dedi evə gələndə çörək al. Bəli, bu cümlədə mütləq dialoqdur deyə qoşa nöqtə və tren olmalıdır. Dialoqda, yəni oxudun, oxumadın cümləni mütləq şəkildə qoşa nöqtə, tre mütləq şəkildə olmalıdır. Yox, əgər sən dialoqdan istifadə etmirsənsə, təhkiyə formasında modeldən istifadə edirsənsə, o zaman belə olacaq. Ana dedi. Evə gələndə çörək al. Bu formada olmuş olacaq. Bax, bu təhkiyə modelidir. Yəni, vasitəsiz nitqimiz bir sətr altında paylaşılıb. Bu isə dialoq modelidir. Vasitəsiz nitqimiz, vasitə qatmadığımız nitqimiz dialoq formatında verilib. Əziz dəyərli müəllimlər, bacardığım qədər bir saata daha nə sığışdırdımsa sığışdırdım. Bir 90% dil qaydaları, problemləriniz, istəkləriniz bu izahdadır. İzah yararlıdırsa, bu tip izahların aranıza davamlı olaraq qatılmağını istəyirsinizsə, görüntülü izahlar sizə daha çox fayda verirsə, bu tip izahların gəlməsi üçün rəy bölməsində öz dəyərli fikrinizi mənimlə bölüşməyi unutmayın. Unutmayın ki, bu izahlar imtahana bir gün, bir neçə gün qalmış sizə verilən sürətli izahlardır. Bir növ tez-tez bir saat ərzində bir sığışdırdığımız 15 mövzu ən azı burada var idi. Bu mövzuya bazası sıfır olan bir müdavim qoşulsa, əlbəttə ki, digər müəllim nə danışır, qaça. Bu bizim təkrar xarakterli, bilmədən getmə. Get kitabı vərəqlə, bax, bazası olan məni başa düşür. Get kitabı vərəqlə, gör modal nə idi? Bağlayıcıda vergül necə olar? Durğuda vergül necə olur? O formada yadda saxlamağınız lazım idi. Belə, yaxın günlərdə, yaxın saatlarda imtahan verəcək hər kəsə uğurlar arzu edirəm. Ümid edirəm ki, bu izahda sizlərə
bilinizə daha çox bilik qatıb da sizləri uğurlu nəticəyə aparmış olar. Manifestləyin, hər kəs imtahanda neçə bal gözlədiyini, neçə bal yığmalı olduğunu, məqsədində hansı baldır, hər kəs rəy bölməsinə yazsın və biz də sizlərin rəyinə baxaraq daha çox motivasiyamızı, enerjimizi artırmış olaq. Sağ olun. Növbəti canlılarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.